O gün tələbələrimdən biri taksidə gedəndə Bank of Baku-nun binası qabağına çıxıb, o da binanın şəklini çəkib mənə atıb ki, bəs Bank of Baku-nu görəndə dərsimiz yadıma düşür. Deməli niyə? İngilis dilində cansız isimlərin, bir də deyilişi uzun olan isimlərin yərik halını düzəldəndə of sözünü istifadə edirik də. İndi məsələn deyəndə ki, Bakının bankı, Bakı dil baxımından cansız bir isimdir. Ona görə of istifadə edəcəm. Amma Bakının bankı üçün Baku of Bank demirik. Bank of Baku deyirik. Çünki of sözünü istifadə edərkən isimlərin yerini bizim dilə nəzərən dəyişik deyirik. Və yaxud deyəndə ki, kitabın səhifələri deyəcəm ki, the pages of the book. Book of pages olmayacaq. Və yaxud binanın damı deyəndə nə olacaq? Olacaq ki, the roof of the building və s. Canlı isimlərdə də ki, bilirsiniz, sadəcə apostrof s ilə düzəlir çox vaxtı. Məsələn, the girl's doll, qızın kuklası, Peyman's phone, Peymanın telefonu və s. Mən də deməli bu of sözünün işlənməsi yadda qalsın deyə Bank of Baku-nu misal çəkirəm həmişə. Ona görə də Bank of Baku-nun binasını görəndə tələbələrim yadına dərs düşüb.